İranda hakimiyyət əleyhinə etirazlar artıq 18-ci gününə qədəm qoyub. İxtişaşlar zamanı həyatını itirənlərin sayı barədə isə təzadlı məlumatlar yayılıb. Bəzi mənbələr hadisə qurbanlarının sayının 3000-dən çox, digərləri isə 12.000-dən artıq olduğunu iddia edir. Ölən və yaralananlarla bağlı rəsmi rəqəmlər açıqlanmadığından ixtişaşların miqyası və nəticələri ilə bağlı səhih məlumat əldə etmək çətindir. İstənilən halda Amerika Birləşmiş Ştatları və müttəfiqləri İrandakı narazı kütləni daha da qızışdırır, onları istənilən yolla hakimiyyəti devirməyə çağırırlar. İranın paytaxtı Tehran, Kərəc, Şiraz və digər şəhərlərdə hakimiyyət əleyhinə etirazlar davam edir. Bu gecədə müxtəlif küçə və meydanlarda etirazçılardan ibarət izdiham müşahidə olunub. Lakin bu dəfəki aksiyaların insidentsiz başa çatdığı görünür. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump isə hesab edir ki, İranda öldürülən etirazçıların sayı yaxın 24 saat ərzində məlum olacaq. CBS News telekanalına müsahibəsində o bildirib ki, həlak olanlarla bağlı müxtəlif rəqəmlər eşidib və hamısı da yüksəkdir. Heç kim mənə dəqiq rəqəm deyə bilməz. Amma mən həm daha aşağı, həm də daha yüksək rəqəmlər eşitmişəm. Bir nəfər belə çoxdur. Bunu öyrənəcəyik, deyə ABŞ prezidenti bildirib. O qeyd edib ki, etirazçılar edam olunarsa, Vaşinqton çox ciddi tədbirlər görəcək. İrandakı etirazları yaxından izlədiklərini deyən Trump, etirazçıların asılması ehtimalının ABŞ üçün qırmızı xətt olub-olmaması ilə bağlı sualı belə cavablandırıb. Mən hələlik hər hansı bir edamdan xəbərsizəm, amma əgər onları assalar, bunun qarşılığında bəzi şeylər görəcəklər. Belə bir hal baş verərsə, biz çox sərt tədbirlər görəcəyik. Trump vurğulayıb ki, Vaşinqtonun İrandakı etirazçılara kömək etmək üçün bir çox variantı var və bu yardımlar yalnız hərbi addımlarla məhdudlaşmır. O, iqtisadi və digər dəstək mexanizmlərinin də mümkün olduğunu bildirib. Ağ Ev rəhbəri eyni zamanda Amerikalıları və ABŞ müttəfiqlərini İranı tərk etməyə çağırıb. Bu arada məlum olub ki, Körfəz ölkələri Trump administrasiyasını İrana mümkün hərbi müdaxilədən çəkindirməyə çalışır. The Wall Street Journal qəzetinin adının açıqlanmasını istəməyən mənbələrə istinadən yaydığı xəbərdə deyilir ki, bu səylərə Səudiyyə Ərəbistanı rəhbərlik edir. Körfəz ölkələrinin rəsmiləri bildiriblər ki, Səudiyyə Ərəbistanı, Oman və Qətər Vaşinqtona İranla mümkün qarşıdurmanın qlobal neft bazarlarında ciddi sarsıntılara səbəb ola biləcəyi və nəticə etibarilə ABŞ iqtisadiyyatına da zərbə dəyəcəyi barədə xəbərdarlıq edir. Bundan başqa, Körfəz ölkələri mümkün hücumların Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətinə mane ola biləcəyindən və regionda sabitliyin pozulacağından narahatdılar. Səudiyyəli rəsmilərin bildirdiyinə görə Ər-Riyad İrana qarşı hər hansı münaqişədə iştirak etməyəcəyinə və ABŞ-ın hava məkanından hücum məqsədi ilə istifadəsinə icazə verməyəcəyinə dair təminat verib. Ağ rəsmilərin açıqlamasına görə isə prezident İranla bağlı atılacaq addımlar barədə hələ yekun qərar verməyib. Onun bu məsələni müşavirləri ilə müzakirə etdiyi və müxtəlif variantları dəyərləndirdiyi bildirilir. Məlumata görə müzakirə olunan variantlar arasında İrana məxsus obyektlərə zərbələr endirilməsi, kiber hücumlar, yeni sanksiyaların tətbiqi və rejim əleyhinə sosial media hesablarının dəstəklənməsi də yer alır. Bu arada məlum olub ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff ötən həftə sonu İranın sonuncu şahının varisi Rıza Pəhləvi ilə gizli görüş keçirib. Axios nəşrinin məlumatına görə görüş Ağ Evlə İran müxalifəti arasında ilk yüksək səviyyəli təmasdır. Məlumata görə görüşdə İranda davam edən etirazlar, hazırki hakimiyyətin süqutu ssenariləri və mümkün keçid dövrü məsələləri müzakirə olunub. Tehranda isə bəyan edirlər ki, İran xalqı ölkəsini istənilən xarici təhdiddən müdafiə etmək iqtidarındadır. Ölkənin Xarici İşlər naziri Abbas Ərakçı bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərəkətləri bütün yaxın şərqdə təhlükəsizliyə təhdid yaradır. İslam İnqilabı Keşikçiləri Korpusu da İranın düşmənlərinə xəbərdarlıq edib. Sepahın hava kosmik qüvvələrinin komandanı Məcid Musavi bəyan edib ki, raket istehsalı genişləndirilib. İsrail ilə 12 günlük müharibə zamanı dəyən bütün zərərlər tam bərpa olunub. Qüvvələr tam döyüş hazırlığı vəziyyətindədir və İran əleyhinə istənilən təcavüzə, o cümlədən İsrail və ABŞ tərəfindən ola biləcək hərəkətlərə qəti cavab verməyə qadirdir, deyə Sepah generalı bildirib. Bəxtiyar Fətullayev, ATV Xəbər.